Azərbaycanda sosial müavinətlər, prezident təqaüdləri və fəxri adlara görə təqaüdlər artırılıb. Növbəti sosial islahat paketi 3 milyon insanı əhatə eləyir. Onlara yönələn əmək haqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu məsələ gündəmdədir, önəmli məqamda görək hansı sahələrdə nə qədər artım var. Bunu müzakirə edək. Studiyamıza qonaq dəvət etmişik. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Departamentinin müdürü Rasim Səfərov qonağımızda. Xoş gəlmişsiniz Rasim bəy. Çox sağ olun. Təşəkkür edirəm. Burada mən özümdə bir nəzər yetirdim. Hansı sahələrə nə qədər artım olub, hansı sahələrdə nə qədər dəyişikliklər olub, amma təfərrüatı təbii ki, siz bizə təqdim eləyəcəksiniz. Orada aylıq müavinətlər var, bir dəfəlik müavinətlər var, prezidentin aylıq təqaüdü var. İlkin olaraq siz müəyyən edin, nədən başlayaq? İlkin olaraq qeyd edək ki, sosial islahat paketi çərçivəsində əmək haqqılar, əmək pensiyaları ilə yanaşı qeyd etdiyiniz kimi sosial həssas qrupdan olan və eyni zamanda sosial ictimai həyatda daha fəal olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə sosial islahat paketində həmin şəxslərdən, həmin kateqoriyadan olan insanlarımızın müavinət və təqaüdlərin artırılması nəzərdə tutulmuşdur. Və bu sosial ödəniş növləri üzrə əsas aylıq sosial müavinətlər, bir dəfəlik sosial müavinətlər və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri nəzərdə tutulur. Təbii ki, hər bir sosial ödəniş növü əhalimizin müəyyən kateqoriyasını əhatə edir. Aylıq sosial müavinətlər üzrə artımlar əsasən daha həssas qruplardan əlilliyi olan şəxslərə verilən əlilliyə görə müavinətlərin artırılmasını özündə ehtiva edir. Eyni zamanda övladlığa götürmə ilə bağlı müavinətin verilməsində valideynlərin itirmiş, valideyn himayəsində məhrum olmuş uşaqların qəyyumlarına, himayəçilərinə verilən müavinətlərin artırılmasında biz bunu görə bilirik. Və himayədar ailəyə verilmiş uşağın tərbiyə olunmasına görə verilən müavinətdə öz əksini tapır. Eyni zamanda müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına verilən müavinət, 1 yaşında uşağı olan az təminatlı ailələrə verilən müavinət, 5-dən çox uşağı olan qadınlara verilən müavinət və digər müavinətlərdə öz əksini tapır. Və bununla yanaşı bir dəfəlik müavinətlərdə də biz bu artımları müşahidə edə bilirik. Məsələn, uşağın anadan olmasına görə bir dəfəlik müavinət, dəfn üçün bir dəfəlik müavinətdə bu əks olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinə də şamil olmuşdur ki, bu təqaüdlər həm bizim milli qəhrəmanlarımıza, vətən müharibəsi qəhrəmanlarımıza, şəhid ailələri üçün, 20 yanvar şəhidinin ailəsi üçün nəzərdə tutulmuşdur. Eyni zamanda Əfqanistanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilmiş şəxslərin, vətəndaşlarımızın ailələri üçün nəzərdə tutulan təqaüdlərin artırılmasında biz bunu görə bilirik. Eyni zamanda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin onlara verilən təqaüdlərdə öz əksini tapmışdır. Siz bayaq qeyd etdiyiniz kimi fəxri adlara görə, fəxri adlara layiq görülmüş şəxslərə verilən təqaüdlərdə öz əksini tapır. Prezidentin fərdi təqaüdündə bu məbləğlər öz əksini tapır. Bu artımlar onları əhatə edir. Çoxdur məsələ Rasim bəy. Bəli, biz də hazırda elə monitorumuzda da təqdim edirik. Müəyyən bir qrafikalarımız da var. Tamaşaçılarımız üçün də təqdim edək. Elə təqdim etdiyimiz prezidentin aylıq təqaüdüdür. Elə buradan başlayaq istəyirsiniz. Əvvəl rəqəm neçə idi və indi nə qədər artım olub? Yəni təxmini olaraq əgər dəqiq rəqəmlər əlinizdə varsa. Bəli, bəs burada biz qeyd edə bilərik, Vətən müharibəsi qəhrəmanı adı verilmiş şəxslərə əvvəl 2000 manat qüvvədə olan məbləğ idi və hal-hazırda artım artıq növbəti ayın 1-dən 2200 manat məbləğində müəyyən olunubdur. Yəni bu 2200 manat məbləğində veriləcəkdir. Hansı aydan olacaq Rasim bəy? Növbəti ayın 1-dən, iyul ayının 1-dən artıq bu bütün rəqəm artımlar olacaq. növbəti ayın 1-dən artım məbləğlərindən vətəndaşlarımız yəni növbəti aydan hörmətli tamaşaçılarımız bu artımları görəcəksiniz. Bəli. Milli qəhrəman adı verilmiş şəxslərə 1800 manat idi. Məbləğ artımı 2000 manat oldu. Yəni artırıldı, 2000 manata çatdırıldı. Şəhid ailəsi üçün, eyni zamanda 20 yanvar şəhidinin ailəsi üçün Əfqanistanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunun yerinə yetirilmiş, həlak olmuş, itkin düşmüş və ölmüş elan edilmiş şəxslərə verilən təqaüd, prezident təqaüdü 600 manatdan 700 manata qaldırılmışdır. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən təqaüdlər
Bunlar biz bilirik ki, əlilliyin müəyyən olunması orqanizm funksiyalarının pozulmasına görə müəyyən olunur və bu orqanizm funksiyalarının pozulmasına görə də məbləğlər dəyişir. Yəni daha ağır orqanizm funksiyalarının pozulma faizində məbləğlər daha yüksək olur və o tədricən faiz dərəcələrinə nisbətən məbləğlər dəyişir. Məsələn, əvvəlki ifadədə birinci dərəcə əlilliyi olan şəxslər, yəni orqanizm funksiyalarının 81-100% pozulması ilə əlaqədar, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə Azərbaycan Respublikasının təqaüdü 500 manatdan 600 manata qaldırılmışdır. İkinci dərəcədə 400 manatdan 500 manata qaldırılmışdır. Üçüncü dərəcədə 330 manatdan 400 manata qaldırılmışdır. Yəni artımlar baş vermişdir. Və bununla yanaşı ümumi səbəblərin orqanizm funksiyalarının itilməsinə görə əlilliyi müəyyən olunmuş şəxslərə təyin olunan prezident təqaüdləri var. Və bunlar iki kateqoriyaya bölünür. Yəni bu birinci dərəcədən gözdən əlilliyi və gözdən əlilliyi istisna olan birinci dərəcə əlilliyi olan şəxslərdir və bunların da məbləğləri dəyişir. Gözdən istisna birinci dərəcə əlilliyi olan şəxslərə təqaüd məbləği 200 manatdan 250 manata qaldırılmışdır və bunlara qulluğa görə təqaüdlərin məbləğləri əvvəllər 100 manat idi, indi 100 manatdan 120 manata qaldırılıb bu məbləğlər. Və digər fəxri adlara görə təqaüdü biz sadalaya bilərik və fəxri adlar, xalq fəxri adı, əməkdar fəxri adları bölgüsünə görə müəyyən olunur. Bunlar da xalq fəxri adına görə təqaüd 200 manatdan 300 manata qaldırılmışdır. Əməkdar fəxri ada görə təqaüd 150 manatdan 200 manata qaldırılmışdır. Yəni artımlar bunlardır. Bir dəfəlik müavinətlərdə Bir dəfəlik müavinətlərdən də uşağın anadan olmasına görə müavinət 500 manatdan 600 manatda, dəfn üçün müavinət də 500 manatdan 600 manata qaldırılmışdır. Rəqəmlər belə görürük ki, Rasim bəy, düzdür, hər sahəyə uyğun olaraq fərqli formada dəyişilib. Burada istəyirəm şəhid ailələrinə də bir daha toxunaq. Orada rəqəmlər necədir və milli qəhrəmanlar üçün ayrılan müavinətlər nə qədər idi, indi nə qədər olub? Qeyd etdiyimiz kimi Vətən müharibəsi qəhrəmanları üçün təsis olunan təqaüdümüz 2000 manat idi. Bu 2200 manata qaldırıldı. Yəni burada bir incəliyə fikir vermək lazımdır ki, Vətən müharibəsi qəhrəmanımız sağ olduğu təqdirdə təqaüd həmin Vətən müharibəsi qəhrəmanına ödənilir və şəhid, yəni ölümündən sonra əgər şəhid olmuşdursa və həmin təqaüd onun ailə üzvləri arasında, hüququ, yəni ailə üzvləri arasında bərabər şəkildə bölünməklə hər bir ailə üzvünə verilir. Yəni burada 2200 manat onun ailə üzvləri arasında bərabər şəkildə bölünür. Bu valideynlərdir, 18 yaşındakı uşaqlardır, 23 yaşındakı əyani təhsil alan uşaqlardır, yəni Vətən müharibəsi qəhrəmanı şəhidimizin həyat yoldaşıdır və bu prinsip eyni ilə milli qəhrəman adı verilmiş şəxslərə də şamil olunur, onların ailə üzvlərinə də şamil olunur. Eyni zamanda şəhid ailəsi üçün təsis olunmuş təqaüdlərə də həmin prinsip tətbiq olmaqla ödənişlər həyata keçirilir. Ailə başçısını itirməyə görə və ya çox uşaqlı ailəyə görə, valideyni itirmiş uşaqlara görə onların himayəyə olunması ilə bağlı məqam var. 5 uşaqdan çox olan valideynlər var. Onların bəs müavinətləri? Müavinətlərə münasibətdə ailə başını itirməyə görə sosial müavinət doğru buyurursunuz. Yəni bu da bizim həssas kateqoriyadan olan əhali kəsimimizi özündə etiva edir və əvvəl 120 manat idi bu müavinətin məbləği. Hal-hazırda artım məbləği 140 manata çatdırılmışdır. Yəni növbəti aydan qeyd etdiyimiz 140 manat məbləğində veriləcək. 1,4 milyard manat ayrılıb, səhv etmirəmsə, bütün bu sadaladığımız sosial müavinətlər, təqaüdlərə ya da fəxri adlara görə ödənişlərin olunması. Qeyd etmək istərdim ki, həmin qeyd olunan məbləğ növbəti islahat paketi çərçivəsində həm əmək haqqıları əhatə edir, həm pensiyaları əhatə edir, eyni zamanda müavinət təqaüdləri özündə etiva edir. Yəni hər biri aiddir bura. Bu arada düzdür, biz çox şey sadaladıq. Rasim bəy, sosial müavinətlərdən olsun, təqaüdlərdən olsun. Elə bir sosial müavinət ya da təqaüd varmı ki, hansı ki bu dəyişiklikdən, yəni öz nəticəsi nəsibini almasın, yəni hansısa bir müavinət var ki, orada artım olmayıb. Yoxsa bütünlüklə bütün sosial müavinətlərə, təqaüdlərə şamil olunub bu artım? Sosial müavinət və təqaüdlərin artımı proqnozlaşdırılarkən və bu layihələr hazırlanarkən əsasən daha həssas kateqoriyadan, yəni daha çox ehtiyacı olan əhali qrupları nəzərə alınır və əmək qabiliyyətli əhali üçün onların daha özlərinin əlavə gəlir əldə etmək imkanı olan şəxsləri özündə etiva etmir. Təbii ki, bu sosial müdafiə tədbiridir və sosial yardım tədbiridir. Bu sosial yardım tədbiri də daha çox sosial yardıma ehtiyacı olan, yəni əlilliyi olan şəxslər, qeyd etdiyimiz kimi çoxuşaqlı ailələr idi və
əmək qabiliyyəti olmayan şəxslər və daha çox bu şəxsləri əhatə edir. Yəni ilkin variantda prioritetlər bunlardır. Prioritetlər təbii ki, bunlardır. Onları da əhatə etməlidir, bəli. Aha, və dediyiniz kimi gələn aydan artıq etibarən artım məbləğləri ilə ödənişlər vətəndaşlarımıza çatdırılacaqdır. Aha. Sizin əlavəniz varmı? Xeyr. Bizə təşəkkür edirəm Rasim bəy, minnətdaram, işlərinizdə doğrular arzulayıram. İsrail-İran məsələsi